Bu dolmadır, mən dolmanın dadına an etibarilə baxıram. Dolma kimi dadı var. Mantıdan ye. Ye mantıdan. Çox kiçik bir hərf fərqinə xalqlar dostluğu. Kipçaq turan quruşçular, xonabatolar. Bura zarafatsız xalqlar dostluğu stansiyasına oxşamır. Bura nə olsun? Bura olsun Nizami. Deyir ki, bu eşikni keragidan hop tez qıdırsan mı? Buna minərik də, mən heç minməmişəm. Bunda 6 CD nə belədir? Oturmaq olar, mən olar oturum. Messi. Bu Messi'nin çox köhnə Messi'dir, amma bu Lexi. Bəzədən 350 minə verirsən bir tema olsun. 350 min. Bəs bunların kişi üçün olanı var. Erkek. Erkek. Ne kadar? Da, skoyka? Arton da. Bir dənə kart soruşarıq da. Rahat. Kart. Pakistan. Azərbaycan. Maşallah. Qardaş. Onu da qaldır görək. Füzuli, Nizami, Yenə kim var? Günel Mövlud. Əlişir Nəvai. Boks aparatı. Burada düyünü çimizdirirlər konkret. Və bu arada dostlar, bizim burada olmağımızın səbəbi kimdir? AVSS.az. Daşkənd, möhtəşəm Daşkənddəyik dostlar. Yepa. Möhtəşəm vlogumuz davam eləyir. Altı qara pişik nəhayət Özbəkistanda. Buradayıq. Unutmayın, Özbəklər türkdür. Tərlan, İsmail, Farid, Bayazıt. Nəmrə alırıq. Nəmrə alırıq. UCL-dən tanış bir loqo. Görürsən burada da günlük internet 75 manatdır. Orada mən nömrə almışam. Ne güzel kurtkan var. Çox sağ ol, Bəyaz. Dünən nömrə almışam. 5 dollara 140 gigabayt. Bu arada Yangi. $70 dolar. Karta şu tariflə. Necə? Nasıl? Kartla ödəniş olur. Kart, Pay, Apple Pay. Bax. Tanışırsan da konkret deyil. Tanış bir şəkilçiləri faz kəsir. Şəkilsiz deyəndə olur. Qardaş, məncə artıq insanlar belə danışa bilərlər bu arada. Markanın adını deyək. 1191 manat. 1191 manat. Azərbaycanda qiyməti neçədir? Amma 512-də. 1499 manat. Nə qədər fərqi var? 512-dir. Hə dostlar, nömrəni neçə aldınız? Nömrəni deməli 80.000 uzaqda. 85 GB 4G internet, 50 GB 5G internet. 80 min son nə qədər eləyir təxminən? 11 manat 12 qəpik. 11 manat. Bəli dostlar, Özbəkistanda birinci günümüzdür. Burada hara gəlmişik? Novruz parkına ya da ki Navroz parkına. Navroz parkı Özbəkistanın möhtəşəm parklarından biridir. İki qardaşla şəklimi çəkdim. Bütün vlog belə gedəsən bəlkə. Navroz parkı ilə Özbəkistandayıq. Yandı, telefon çıxartmalıyıq. Amma bura nəsə canlı vaxtında deyil ya. Bura nə sabah düzələcək? Məsələn, hazırlıq gedir. Hazırlıq gedir sabah. Onda sabah axşam gələrik bəlkə burada. Sabah axşam yox. Sabah gün orta. Sabah gün orta. Axşam buranın pik vaxtı olacaq yəqin ki. O tərəfdə də yaman LED yer var ha. Yaman LED sevər millətdir özbəklərdə, hə? Tural bura gəlsə. Özbəklər həm də türkdür. Belə bir kruqu tamamlayaq çıxaq. Çünki sabaha hazırlıq gedir burada. Bugün sabah Novruzdur deyə. Orada kola şeylər, burada bir sən də Amma ən azından hazırlığını göstərdik də. Hazırlığını Ha göstərdik. gəldi elə bir dəstək oldu. Özbəkistanda Novruz hazırlığı. Özbəkistanda Novruza güclü hazırlıq Özbəkistanda gedir. Novruzu hazırlığı güclü Novruzu gedir. hazırlıq. Güclü gedir. Hal-hazırda baxın orada taxta daşınır orada. Sabah tonqal yanırlar. Sabah tonqal olmasa da burada güclü bir Novruz parkında güclü bir Novruz tonqal bayramı. olmur axı. Çiçək açan ağacları görə bilərsiniz. Bir də burada ümumiyyətlə onu çəkilən bir şey qeyd edəcəm. Özbəkistanda ağaclar qəşəng üzü yuxarı açırlar. Bu da onu göstərir ki, külək olmayanda ağaclar necə xoşbəxt olurlar. Yəni şəhər gicdəməyəndə Yəni ki, gör ağacın olmalı olduğu şəkil əslində budur. Düz. Belə ağaclaranda. nə gözəl, tam Novruz vaxtında nə gözəl çiçək açıb. Bu parkdadır deyə bunun performansı belədir, görəsən. Ya, bu yəqin ki, bilirlər ki, bu Novruzda Amma yox, çiçək açır. küçələrdə də elədi də. Burada nəsə yarmark olacaq. Bax burada belə Bu arada qırğın- qeyd edeyim ki, bunu da qeyd edeyim. Ənvər Paşa bu torpaqlarda döyüşüb. Allah Basmançı olsun. hərəkatını Halal olsun sənə Ənvər Paşa. liderlərindən biri. Bu arada bir şey də qeyd edeyim. Bu Tərlanın bizlə ilk vloqudur. Bəli, Və bəli. Tərlanı təbrik edirik. Çox sağ olun. Artıq sizə tarixi məlumatları verəcəm. Təşəkkürlər. Coğrafi məlumatlar verəcəm. Onda buradan çıxış, sabah gəliş. Sənin nə qəşəng kurtkan var, aferin. Yorğandır, yorğan. Yorğanla gəlirsən. Bəs bu gün gəzdiyiniz qədəri ilə Özbəkistanı necə dəyərləndirirsiniz? Hələ ki çox bir şey görməmişik, amma səliqəlidir, zordur. Daşkənd səliqəlidir. Fərqli bir şey görmürəm. Amma qəşəngdir də, yəni
Narahat edən bir şey yoxdur. Dümdüz yollar, yeriyirsən, qəşəng park, işıqlı. Mən hələ ki düzdür hər yer, zordur, dik zad yox. Böyük bir mehtabatdır elə bir düzlük barəsində. Mən hələ ki ən xoşladığım insanlarıdır. Bəlkə mən uşaqlıqdan da çox oxşadılar Özbəyə. Ona görə bəlkə canıma yaxın gələ bilər Özbəkistan. Bir də əsas məsələ qiymətlər mərkəzi. Havalanında mən heç kimə şey demirdim. Mən elə bilər özbəyəm deyəsən. Gedərəm mən bir özbək kimi. Gedərsən ha. Qiymətlər əladır. Özümüzü gələndən kral kimi hiss edirik. İndi bu qədər şey zakaz verdik, sifariş verdik. Gəlsin, hamısını çəkək və sonda qiymətin nə qədər gəldi təxmin eləyək bəlkə. Manat olaraq denə, manat olaraq denə. 80 manat olar ya olmaz. Olmaz. Maksimum 60 manat. Mən də elə 60 deyirəm. Mən də 50 deyirəm. Mən sənə ox deyirəm. Mən sənə yox deyəcəm. Bu arada dostlar, taksi ilə kartı problem eləmirlər. Süzmə. Kremdir bu. Üstünə bu qədər əziyyət çəkilən şeyin axırda standart bir çörək olmağı mənə əsəbləşdirir. Ağ küncü üçün aldadır. Yamandır ya amma kapşonum Çox deyil. sağ ol. Yorğandır, yorğan. Qoyun ətidir. Qoyun ətdir. Hə, onda mən iddiayım. Gedir Tərlan. Dadı zadı. Hələ sən yeyə bilmirsən, yoxsa yeyəndən sonra təzyiqin qalxar? Təzim qalxır nədir? O budur. İsmail birdən də sən bax da dadına. Cüzdəməyin də. Qəşəngdir. Qəşəng, Dadlıdır. çox qəşəng. Əlbəttə dadlıdır. Gözəldir. Amma yenə də yemirəm. Bu nə idi? Bu mantıdır. Amma böyükdür ya. Adını unutdum. Bu nədirsə udulası bir Bu şey kimi qoğaldır. görünür. Xonum. Bu xonundur, bu da boydur. Bəs də nə? Bu dolmadır, mən dolmanın dadına an etibarilə baxıram. Dolma kimi dadı var. Görəndə iyrənirsən. Dolma deyil. Başqa bir şeydir. Və məncə bizim dolma döyər. Siz də baxın. Doydum hə. Mən də doydum. Məzələnsiz dostlar. Matuşqalığınız tutdu sizin. Yox, mən çox acammamışdım da. Acammamışdım. Nəysə, mən bundan oyum. Mantıdan ye. Ye mantıdan. Mən xonim yeyim mən. Ye. Xonim tırt oldu. Xəmirdir də. Dedi də oradan buradan. Dostlar, bunların yerində mal nədir? Qoyun ola bilər ya bunların yerində. Çünki qoyun Qəşəng. ətinə oxşuyur. Gözəl yanaşmadır da. Zirəkdir Ya da bu. bəlkə qız elə atdı öz üçün. Məncə bilmədi ya. Bəlkə o şey başa düşdü. Biz qoyun, yəni yeyin. Yox, Qoyun getsin. Mən nəyə baxmalıyam tam olaraq? Mal nədir? Bəlkə şey deyil, siz malsınız. Elə başa düşür. Doyun. Özbək. Qoyun əti qoy. Bəs mal əti? Mol. Özbek dilində Nə yazın? Mol. Mol. incə yazıram. Hə, 28 mol. Mol. Mən də çəksərəm. Hətta mən də düşüm. Düşməkmi istəyirsən? Türkçə nədir? Nə? Mal əti. İnek. Dana eti. Hə, dana eti nədir? Mol. Mol. Çarpaz mol. Bu nə idi Tərlan? Onun adını bilmirəm. Dostlar, bundan yeməyin heç vaxt. Qoyun əti Bu sevmirsinizsə, mantı əslində bax yeməyin. mən Dolma gedər. Dolma kimi dadı var. Bu deməməli idi. Bəs ac vaxtında da yetməz. Sən bir bu ikisi artıq deyil. Amma biraz da restoran Yox, amma faktoruna bu qədər də baxmaq porsiyon üçün. gözləmirdim də. Bu qədər də Sən iri-iri. bir də bunu deyim, hə bununla bağlayayım. Təki porsiyaların ölçüsü çox böyükdür. Məsələn, bu elə bir ki, atıram da bir dənə alıb ağzına atmalı bir şeydir. Ya da bu dolmanın razmerində var bir dənə. Mən bunu şey Beş dənə düşündüm. dolma Mən bunu var. elə bildim ki, belə dilimlərdə yeyəcək. Hər şeydə bir razmer böyüklüyü var. Burada Üç dənə əsas dediyimiz kadr şey- əksiliyi mən oldum. Hə, Mən qoyun hə, əti yeyə hə, bilsəydim, hə. mən bura çox böyük bir. Burada Özümə yaraşdırıram qoyun əti yeməməyi. Amma sənə yaraşdırmıram. Düz deyir İsmail, düz deyir. Bayaq prosta keyfimizi qaçırmamaq üçün şeydən buraxacaqdım yerə. o dərəcədə. yəni tükürürdüm az qala. Belə bir şey yaraşmır. Mən dedim ki, İsmail sən atacaqsan havaya elə yeyəcəksən. Onun ömrü elə bir sakatlandı Böyük çıxdı. günaha batdıq ha. Böyük günaha batdıq. Çünki böyük bu ətli istiraflar vəbşi 2 qat günahdır. Günaha girdik. Allah bizi bağışlasın. Bəs sənə də Allah can sağlığı versin. Allah sənə var eləsin. Sənə də, uşağıma da, qardaşıma da. Allah sənə var eləsin. Ay İsmail, balaca qardaşımı da gətirmədin. Gətirmədim zarafat sən. Böyüyürük. Qardaşının olmalıları məsələşdirir. Bu arada dostlar, İsmailın balaca qardaşı var. Görməmişik. Xaladenikdə saxlayır yəqin, bilmirik. Marazil. Yaxı nəyiniyim? Gətirim ki, bu da mənim qardaşım. Qardaş, Hər dəfədə bunu deyir bax. bir şəkil paylaş da qardaşım. Hani paylaşmaya can bırakın. Yox da qardaş. Ramini necəsə təsadüfən görmüsünüzlər. Yəni Allah sənə də qardaşıma da can sağlığı versin. Fəridin qardaşlarını görmüşəm şəkildə. Var, mövcuddur birinin. Deyib ki, hə bu qardaşımdır. Sən məsələn sirr. Nə bilim mən
Qardaş, yaxşı gizləmə, çıxar da o marazilkadan. Bir dəfə bizə göstərdi, heç olmaya. Hər dəfə fırladır elə tərs. Yadıma sal da, nə yemək? Yoxdur, şəkli yoxdur da mənə. Necə şəkli Elə bilirəm Ecevitin şəklini göstərəcək. Necə? Videoqraf İsmaildə. Öpürəm sən Fərid. Biz nə deyək? Ondan belə hər yeməkdə belə şeylər. Ha bax, bəs gəlin bir şey uyduraq da. Məsələn, bəyənmədik deməyək, deyək ki, biz toydik. Zat belə bir şey deyək. Biz toydik. Tamam, bunu heç aparmaq istəmirəm. Mən də deyirəm. Yəni Dolma aparırlar amma. kəfərəsi Çünki mən bu qızdırılıb bir də gün üzünə çıxacaq. Dostlar, bu da bəzi şirin qoğaldır. Bunun üçün həqiqətən Öpürəm sən Fərid. üzr istəyirəm. Öpürəm. Əziyyətimizi bunun üçün çəkirsən. qardaş, Rüzgar abimdən biz üzr istəməli deyilik. Özbəklər üzr istəməlidir ki, belə bir şey həqiqətən belə qoydular çox qabağımıza. böyük Kapşonun da yaman. Nəysə, Allah sizi var eləsin. Fərid öpürəm. Dedə 600 min son. 600 min zlot şeylə gəldi. Porsche pulu ilə gəldi. Çox yeymiş. Ən yaxın sən dedin. Çünki mən yaraşıqlı və gözəl qalıyam. Öpürəm sən Fərid. 60 min nə qədər idi? 84 saat. Yaman Ya normal dostlar. aviasiyasır nə zəng elə bir dənə Hamidi bəyə. 86 manat, 86 manat. Heç nə olmaz. Sabah köyün yeməyi, sabah oruc. Yox, niyə ki mən yeyəcəm? Gəl Eternalda yeyəcəm yəni. Salam dostlar, Özbəkistan vloqumuzun ikinci günündəyik. Bu günlərim Özbəkistan metrosundan istifadə edəcəyik. Hansı stansiyadayıq? Xalqlar dostluğu. Bəli, bu da göstərir ki, özbəklər sadəcə türk deyil, dirəşəndə Azərbaycanlıdırlar. Çox kiçik bir hərf fərqi ilə xalqlar dostluğu. Xalqlar dostluğu burada sahil tərzi bir yerdir. Çorşuya gedir. Burada Çorşu bozori var. O hərfini çox sevirlər. Orçulu, Çorşi, dostluğu, Porsche. Deməli burada var kosmonavtlar, burada var Oybek, Toşkent, Branding. Maşına sözlük, Dostlik, Texnopark, Özbekistan var, heç bizdə Azərbaycan yoxdur. Azərbaycan. Qəşəng ideyadır amma. Bura Badamdar kimi bir şeydir. Bodomzor. Qibcaq turan qurufçular, xonabatolar. Mətanət stansiyası zor da, kaş bizdə də olardı mətanət stansiyası. Matonat. Ha, teleminarə də var burada, zor da. Buna bir dənə baxarıq da, teleminarə deyirmiş. Novriz boğu, burada axşam gedirik. Biraz daha geniş nama hissələdirsə, bu yəqin Xalqlar Dostluğu stansiyası deyə bilərəm. Bu arada bunun çıxışında, bu şeyində bir stansiya sonra Bakı Dövlət Bəs Universiteti. nə fərqi var? Burada da xalalar var eskalatorun qabağında. Bəzi Bura zarafatsız xalqlar dostluğu stansiyasına oxşamır, yoxsa yox? Biz Daha getmişik. enlidir hə dostlar. Xalqlar bu dəqiqə yanından çıxır. Özbəkistan yolunu onda biz keçid eləyəcəyik Paxtakordan. metro 24 qəpik idi. Hələ turist olduğumuz üçün bizə əlavə kiçik bir fiyat tutdular. Bəs bura nə olsun? Burada var imiş. Bura olsun Nizami. Hə, Nizami. Amma bilmirik də, bəlkə daha qəşəngləşər. Hələ ki Nizami. Şey metrosu da olmalı desən, Xatakor. Kef səni Fərid. Yamanam bəyazı. Paxtakorsan ay. Deyir ki, bu eşikni Keragidan kop tez qıdırsanmı? Yəni Xanım, sizin qızınız. Bu Nizami stansiyası bura oldu. Nizami stansiyası burada niyə deyim? Əlişir Nəvai özbəklərin nizamisidir deyə bilərik. Çünki bunda Leyli Məcnunu, Xosrov və Fərhad və Şirini tərzində şeyləri var. Əlişir Nəvai Teymurilər dövründə yaşayıb yaradıb. Burada yaşayıb yaratmışdır. Heratda anadan olub, indiki Əfqanistan ərazisində, amma o vaxtki Özbəkistan ərazisi deyə bilərik. Forxod və Şirin var orada. Onun yanında Leyli və Mojnun var. Yəni özbək tərzi bir Nizami Gəncəvi deyə bilərik. Burada da təzə vaqonlar var. Ordini bölüb danışma. Yox, danışmayın, yox, deyir ki, Bilirəm, Talaşını nə haqqında. istəyirsizmi? Yəni bölüb 24 Oyqatolov eləmək istəyirsiniz. Qatolov. Zamanı şeyin oynamır. Təzə qatar tamamilə eyni Dostluq şirkətdən bazası. alınıb. Tamamilə Bakıdakı ilə eyni şirkətdən alınıb. Rusiyadan. Rusiyada yaşayanlar dərhal tərk edin oranı. sayda alınır. Bura dostlar, hansı şeydir? Yəni onda gedək. Onda əcəmi eləyək də buranı. Əcəmi oxşamır, amma eybi yox. Gördüyümüz 4-5 stansiya arasındakı hələ ki ən zəif olan bura dizayn olur, amma yenə də gözəldir. Bizdə şey var, Manar Musayev. Bu da bunların şeyləridir. Manar Musayevlərdir, Yedinli. Amma bunlar Yedinli deyillər. Bunlar yaman çox kosmonavt buraxıblar. Bu arada belə bir məlumat verim. Yuri Gagarin Qazaxıstanın Baykonur ərazisindən yüksəlib. Yəni ki, yer kürəsinin kənarına ilk çıxış Türk dünyasından baş verib. Bu belə bilinsin.
Halal olsun Aytərman. Yuri Gagarinə də halal Yuri olsun. Gagarin. Qazaxıstandan Onda belə çıxıb. çıxır ki, Yuri Gagarin ən azından Qazaxıstanlıdır. biraz türkdür, biraz türkdür. Bəs Laykan tapmıyor burada. Laykan həm Like axtaraq da. hə, burada yəqin ki, like olacaq. Laykanı qoymayıblarsa ayıb olsun. Ola şey Baldwin. Çelavik Pauk gəldi. Çelavik Razum. Deməli, tema təxminən nədir deyim. Buralarda başlayır ilk dəfə səmanı izləyənlər Uluqbəy zad, o Uluqbəydir deyəsən. Qoy bir dənə oxuyum. Mirzə Uluqbəy. Necə bildim amma, çox bilgili insan deyiləm. Uzaqdan baxdım Uluqbəy dedim. Deməli tema budur. Uluqbəydən başlayır, yəni bunlar tarixən kosmosla əlaqəsi olub. Ən dibdə də bunların kosmosa uçanı var. Layka. Yox. Uje Layka Bu dibidədir. şəkillərin ən sonunda da kosmosa uçanlardır. Bəs Laykan şəkli Burada olacaq yəqin ki, burada bu görürəm. kimdir? Ağlayır özü. Çiolkovski. Yox, Çiolkovski. Bukovski. Bu- Necə tanıdım Uluqbəyi? Halal olsun mənə. Halal olsun Aytərman. Sarfas halal olsun sənə. Burada yazılıb ki 15-24-də Raket qalxır. Hə, əlasan Fərid. Piçlər İndi takımı. indi yenə gedək Əlişir Nəvaiyə. Metro gəlir. Gedək görə ən axırıncı kimdir? Tez gedək. Gəlirlər. Layka gəldi. O ilə gəl. Yuri Gagarin tez. Fərid. Dostlar, Uluqbəydən başladıq. Yuri Gagarin. Burada da İkar yazılıb. Səma tanrısı zad yəqin ki, elə belə bir dənə girək baxaq. Necə üst mərtəbə budur Hə, da. ən üst mərtəbə budur. Bir dənə İkar yazaq. Bonus da orada qarı da. Şey deyil, Valhalla. Hə dönüb şey Zeus. İkra tanrısı. Badımcan İkra. Yaşında zarafat eləməyin. Qutarım. Zarafat eləmə qurbanın olam. eləməsinlər. 10 saniyədən bir zarafat edirsiniz olmaz. Bəyazid. Allah səni var eləsin. Çox sağ ol. Səni də, uşağı da, qardaşı da Allah Var var olasan eləsin. səni, var olasan. Öpürəm səni Bəyazid. Əziyyətimizi çəkirsən. Həqiqətən əziyyətimizi çəkirsən. Can. İkar asteroiddir. Zarafat eləsin. Bu zarafat edir. 1949-da kəşf olunub. Bu təxminən Azıq mağarası kimi bir şeydir bu İkar. Dostlar, Qız qalası. Özbəkistanda ən çox bundan istifadə olunur. Burdadır bax. İkinci də budur. Bu yəni gündəlik istifadə olunur. Yes. Taksidə də Hətta budur. taksidə də var ha. Özbəkistandakı maşınları, daha doğrusu daşıyanda maşınların əksəriyyəti ağappaqdır. Bir də buna bax, sıraya bax. Ancaq ağappaq. Buna minərik də, mən heç Buna minməmişəm. minərik. Hə. Bir dənə xəttə xahiş eləyərik ki, olar minək. Bunun ismi Damas. Bunda 6 CD nə belədir? Oturmaq olar, mən olar oturum. Çarşıdayıq. İndi birazdan girəcəyik. Mənim buradakı məqsədim dırnaq tutan almaqdır. Amma dırnaq tutan nədir özbək dilində? Sən bunu Bilmirəm. Türkiyədə tapmırsan. Yox, bəzi yadımdan çıxdı. Gəl də dırnaq tutanı al burdan. Sənin missiyan tez tamamlansın. Mən qayıdacam. Tapdım. Yox, tapma. Hanı? Tapdın da burdadır. Ha, de, burdadır bala burada. Messi. Bu Messinin çox köhnə Messidir amma bu. Lexi. Fərid alarıq da çıxanda gedək. Ya alacam da indi. Bəzi yəni nə qədər fərqli şey ola bilər, alım da. Yox, heç kim gəlmir də ona görə. Yo, var. Burada xanım burdadır. Hə? Girişdə almazlar da, biraz içərini gəzmək lazımdır. Kim bu oxri bura? Klok alaq bəlkə. Fərid gedək də alarsan. Bəlkə daha belə pro bir şey çıxacaq, 6 başlıqlı dırnaq tutan. 2 dəqiqədə ala bilmirik. Montajda mən əziyyət çəkəcəm. Gəl qoy ona qoy. Sonra buradan keçəcəyik tapmasaq. Niyə kəs metroya girəcəyik? Bəlkə yalan deyir. Bəlkə Allah yalan deyir. Çarşı da dediyin, yəni kapalı çarşı kimi bir yer deyil, bildiyin, Vasmoy bazarı kimi bir yerdir yəni. Bəlkə buradır. Məncə buranın içidir ya. Gəlin paltarlara bunlar kişi üçün olanı var. Gəlin baxaq Kişi da. geyimi var. Erkek, geyimi var. Erkəklər. Erkeklər. Skolka. Renkli var. Gedər hə. Renkli var. Skoyka bilirsən sən. Renkli var. Mən skolka. Renkli də. Başqa renklər. Bax da öyle burdadır. Ne kadar? Onu götürmə bəlkə. Ne kadar? 200 bin. 200 bin. Bence İndirim buna- danışıq bəlkə. 250'ye veriyorum ben. İkisi 250. Pardon 250. Bəs bayaq 200 idi. 200 nə oldu? 250. 1300 senior. 200 idi bayaq. Skitka. Buz 200. 200. Get qalxıra Ya qiymət. ya 200'den 300'e. Biz 4 nəfərik. 4 kişi. 4 kişi. 4 erkəklər. 200'e girme. 220 2 dənə. Altın vurdu. Amma bu zor da. Orada bomba papaqlar var. çox- Ben Bu de- sənlikdir elə. Bu çay dəsmalıdır ya. Sağ ol. Sağ ol, çoxsun. Dostlar, dünyanın 6-cı möcüzəsi dəvələr burdadır. Bizim seçdiyimiz. Özdə bura qeyd edeyim ki, Daşkənd, yəni ümumiyyətlə Özbəkistandakı bir çox şəhər İpək yolunun üzərində yerləşir. Vaxtilə buralar dünyanın ən önəmli yolları şəhərlərindən biri olub.
Vaxtilə buralar Varşava zad bu tipli yerlər olub. Varşava çox da önəmli bir şəhərdir. Berlin zad tipli bir yerlər olub. Berlin dönər. Daşkənd Berlin mərkəz dönəri. patlıyor hər kəs. Bəs ona nə deyirlər? Ona nə Daşkənd. deyirlər? İsmail ona nə deyirlər? Sahabə. Sahabə demirlər, ona nə deyirlər? Əmir, Əmir demirlər. Bəs ona nə deyirlər? Sevincenk. Nə? Ona nə deyirlər o adama? Nolan. O adama deyirlər sarvan, yəni karvanı daşıyan adam. Hə, Sarvan. Şeydir, Salam Sarvan. Gəl sallan. Deyirlər sənə çorşi. Mixey olsa baxaram bir özbək Mixeyi. Nə zor. Və burada olar olsa. Muratlarım. Salam, salam. Selamünaleyküm. Necəsən bax? Selamünaleyküm. Necəsiz? Aleykümselam. Düz deyə bu. Gorniçoy. Mixey Yenə nə? şəkilsini Bu silir. Kalampır Munço. Mikək. Karanfil. Karanfil. Qərənfil nənə. Qərənfil buradadır. 100 qram vas. Mən basım sən qulağa. Taşımı yeyəlim. Hələ Mixey aldı heç olmuyor bu qədər Mixey alım, danışdığımız hə, zaman. çox aldım, çox danışdım. Nə bilim, nə qədər alım? Al da bir stəkan al. Mixey. Amma dostlar, bir dənə bir şey deyim ki, bax misal üçün İsmail fırlatdı. Bir dənə fırlat. Burax indi. Ayda yenə NNTV gəldi. Bizə endirim olar. İşte bu oldu. Это bonus. Aha. Qəşəng, bunu çək ya, bonus verirlər. Bonus. Özbəklər çox sağ olsun. Biz İkram. qardaş Bunların hepsi millətik. ikram. O bu Breaking Bad. Aa, zarfasız. Yerə vur partladaq. Sağ ol. Sağ olun, çox sağ olun. Sağ olun. Bazar olsun. Salam, salam. Of, Fərid yenə dırnaq tutan alır. Allah bilmirəm Fərid, bax bir də axı. set formasında var. Oyda Fərid, buna zordur, bunu al da. Aa, hələ Peki, buna bunu var bir alarsan? dənə. Bu ayaq dırnağında. Nə bilim hər şey var da. Deyir ki, bunu çək, deyir bunu Set formasında elə bir şeydir, əməliyyata girəcəm. Al da Fərid, al birini. Dırnaqlarına baxın, vəbşim, tez elə göstər dırnaqlarını. Sabah dərsi belə gəlmir. Skoyka. Dırnaq. Destiş. Destiş bilirsən nədir? Destiş dırnaq tutan deməkdir. 10 min som. 10 min neçə olur? 1.40. Amma alım hep böyük. Al da Fərid. Bəzi çox böyük axı. Ay Fərid, sən də çox seçməyə başladın, necə? Dəfər o nə deyil? O da deyəsən şeyli dırnaq tutandı. Qablı. Ətirli. Qabral dırnaq. O Fərid nə qəşəngini aldın? Maşın açarı deyə bu. Salam. Bizə 4 stəkan, Dayan. 3 stəkan. Gözlə, portağal zad var yoxsa? Hə, nar. Ancaq nardır. Ancaq nar. Furkan Deronik. Ha, anlaşa bilmirik. 10 dinar. 3 stəkan nar. Hə, nə qədər Skolka. Skolka. 20 binden. 20 min. Biri 20 min. Bəzidən 3-ün 50 minə verirsən bir tema olsun. 3'ü 50 min. Görək ki, mən tərcümə edeyim. 55 bin verin demeyin. 55 min. Ver, yaxşı. Ver. Olsun da bir endirimdir də deyək. Hə, yaxşı. Bəzi alaq bu balaca mandarinlərdən. Hə, maraqlıdır. Yaman görünür. 45 bin, 45. 45 1 kilo. Kulok. Bəzi mandarinin qoxusu dəhşətdir, buna bax. C vitamini idi bu konkret. Qoy bir dənə. Bunun o tərəfi zordur ki, löp deyə bir dəfəmə gedir. Hə, çox balaca baxım bir dənə ölçüsünə. Şat kimi atasın. Hə, sonra şat mandarinlər. Bax bu boydadır. Bir növdən baxaq. Çox şirindir. Baxın oradan. Hə, çox şirindir. Mandarindən biraz mən turşluq gözləyirəm. Hə, mən bu qədər bilir. Kafar bu mandalindən almayın. Qəti surətlə. Skitka var 70 tane. 70-dən. Məş götürürəm. Bəş deyil. İşte yəni çox bir şey deyilmiş. 5-də 5 çox azdır. nəsə 70 qəfi qəpik, endirimidir də yəni. Amma burada hər rəngdən bir dənə olar da. Bax bir dənə bu, bir dənə yaşıl. Oo, bu nə zordur. Zor rəngdir bu da. Bax Fərid, bu sənin. Nədir? Qoftava. Bu yaxşı mən açmadım. Mən ver, o bozu ver mənə. Bu mənim. Fərid özünə də aldı. Ya, istəmirəm. Taxaq, elə istəmirəm. Burada taxaram da. Siz də nə edirik? 360. Ona total 350. 350 Yamansan, Tərlan, yamansan. Şət adamdır. 30 Kassa yəqin qəpik qapdı keçmir. göydə. Bəs bunların kişi üçün olanı var. Erkek. Erkek. Milliliklərini inanılmaz qoruyublar. Milli geyimlər satılır və alınır. Baha Və qiymətə. geyinirlər sənə deyim. Günlükdə geyinirlər. Bizdə geyinsən gərək bütün günü belə-belə. Ya da ki, ya da ki, buralarına nəsə qoymalısan zaten. Of. Nə balık kişilər üçün. Erkek bala üçün çocuk. Bala. Ne kadar? Da, сколько? Oradan da. Это 15 долларов. İndi de. Zərbətsiz də. Kattansılar. Azərbaycan. Bir dənə kart soruşarıq da. Rahat. Kart.
Vize kart. Ha. Здесь банкомат есть, можно снять, брат. Biz turistik çok komisyon tutur bizden. Комиссиясını alıp kalaverirsen. Когда комиссия оставится, ну ладно, мне остальные дайте вот Ben başa düşdüm. договоримся. Ha, deyir komisyon. Komisyon çıxıb verər. Şərik komisyon. 42 dolar yapıyor abi. Hadi oldu o qədər. Ha, yox, qalsın. Pazarlık yapacak mıyız abi? Kaça verirsin? Pazar bu. Sən ucuz ver, biz çox alaq. Deyir, nə qədər təklif verirsən deyir. Nə bilim Pahalı ya. değilmiş abi. Ucuz vereceğim. Kaça vereceksin abi? 200 min. 200 bin ben de satıvereceğim abi. Sen de varsa. Ben sanki 500 bin veremem. Olur mu? Kaç para şeydir? İlyas Express. Royal Royal. Aa Royal buradadır. Burada. Mandalin də paz elədik özümüzə. Sadə şey geyimin üstünə bundan geymək olar. Kim biləcək qız üçündə, oğlan üçündə? Özbəklərdən başqa heç kim biləsi deyil onsuz. Bunlar qadın üçün. Bunlar Bəs erkek üçün var Erkekler. onlardan. Ha. olmur. Erkekler nə vaxt tənha qalırlar. Bu nədir? Kebablar yaman görünür ha amma. Piysiz eləsələr, alıb keçib içəridə oturur, yoxsa deyilir, zakaz götürürlər. Azərbaycan. Boysundan. Boysundan. Kim boysun var? Baysun. Baysun. Azerbaycan'dan Baysun var ha. Baysun. Baysun. Dyson'un. Baysun. Adınız Baysun. Baysun. Rayon Baysun. Ha, Rayan Baysun. Baysun. Adın? Azamat. Azamat Action. Bəyazit. 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 Ha, İsmail. Tərlan. Fərid. Amma həm də mənə F-Solca EK-yi qafiyə maşında deyirlər. Farid Paşa. Fərid. Fərid Paşa, hə. Ənvər Paşa. F-Solca EK-yi qafiyə maşında buradadır. Necə? Əmər Paşanın salamları var. Biz sevirik. Sen Bayazıt Türk mü? Yo, Azərbaycan. Amma Türkdür da həm də. Hamımız türkük. Hamımız Oğuz. Sizin neçə yaşınız var? 68 gel. 68. Allah uzun ömür versin. Qaza çınar. 69. Yaşay. Mayqovla üstündə. İstimdə, hə. Sağ ol. Azamat. Şad oldum. Hayırlar kullanırsın. Amin. Sağ ol. Sağ ol Azamat. Sağ olun, görüşərik. Dayıyla niyə məzələnirsən, cındır? Paylaşacaq bunlar, Əzəmət Action nədir? Deyir adın nə? Deyir Əzəmət, deyir Əzəmət Action. Eşşək oldum, üzr istəyirəm. Zarbas eşşək oldun, hə. Amma dayı çox sevdim. Ted Dyson. Xiyardır. 20. Özbəkcə. Mal göçte 22 mi? 22 min. Göçte 22 min. Bir, Mal bir ver. tanesi 22 min. Bir dənə mal ver. Bir tane mal. Bir tane Mal. inek, dana. Mal dedi ama. Neçə dənə? Bir tane. Aparırıq ha. Geçek kızarsın. Kızarsan, nəzər ol. Ben söz deyim. Ne dedim görmene başa düşülür. Nə qədər dedi? 22 min. 22 min eləyir bizim pulla 2 yaşlar arası 3 manat. Booking. Ben səsi Bura verdim, bu səsi səsi istifadə qoyarsan da. edərsən. Nə səsi? De bu. 22 min bizim Deyirəm. pulla eləyir Booking. 3 manat. Yaxşı. Booking. Sağ olun. Azerbaycan. Azerbaycan. Gerek yok. Qarabağ naş. Bəli, Qarabağ, Azərbaycan. Oo, kimi tanıyırsınız oradan? Qarabağdan. Axı sualıma cavab Gəl, vermədin. gəl. Qurbanov. Yes, Bəhlu Mustafazadə. Yes. Fərid yenə eşşəkləyirsən, gəl bura. Sağ ol. Kebaptı da yani. Nə gözlərdin ki? Mən də yemək istəyirəm, dostlar. Oy. Çox tatlı. Bəhtar. Qəşəng tatlı. Lokum. Lokum da ama. Çox güzel. Burada da uşaq üçün var ha. Burada 100% daha ucuz Ha, olur. 100%. Bizi orada soxdular. Salam. Salam aleyküm. Hayırdan? Nasıl? Necə? Pakistan. Azerbaycan. Maşallah. Kardeş. Kim? Tarlan. Tarlan. Senin ismin ne? Elçinbek. Elçin Bey. Bəyazit. Bəyazit. Siz buralı? Ha? Siz buralı? Taşkent? Yok. Kaşkadar yok. Hara?
Amir Timur. Yox, Amir. Şahrisabız. Ha, Yəni Özbəkistan şəhəridir. Necəsiz? Adınız necə oldu? Elçindik. Elçin bəy, Fərid. Farid. Fərid. O da bizim dostumuzdur. İsmail. İsmail. Onu da qaldır görək. Qaldır, qaldır. Mən də qılıncımı sındırdı, sağ olsun. Amir Timur'u bilərsiniz? Əmir Teymuru bilirik. Celal Dumangı verdi ki. Celal Dumangı verdi. Cəlal Duman, Harazmşah. Xarəzmşah bilir. Cəlali, hə, Xarəzmşah bilirik. Əmir Teymur Əladır. Türk. Türkdür. Ha ki, Sultan Abdülhamid. Sultan Abdülhamid də Türk. Osmanlı. Osmanlı. Füzuli, Nizami, Yana kim var? Günel Mövlud. Əlişir Nəvai. Nəvai. Mevlana Rumi. Rumi, sonra Xarəzmi. Əl-Biruni. Piç asıl piç alır. Mən 99. 90 dedim. 2001. Dostlar necə zarafat edir? 2001. Muaka. Uşaq. Aka. Maşallah. 93. Bu əkə. Neçə yaşın var? 2003. 2003. Maşallah. O 23 maşallah. Maşallah. Allah. Şad olduq. Gedək biz. Gedək. Gedərsin. Hə. Sağ ol, çox sağ ol. Yana görüşünüz kısa ilavə. Salamat olun, şad olun. Dostlar, benim nətər şaqqıldatdısa öldüm ya. Mən elə bildim fəlç oldum. Amma hələ də yaraşıqlıyam. Yox. Yaşla baxayım. Bu amma böyük razmerdir bəcə. Gənə də geyinərsən. Dostlar, necə zarafat edə dəyərləndirərsiniz? Tut bir dənə bunu. Get-gedə yaman çox şey tuturuq. Öldüm mən. Yox, bu çox böyükdür. Çoban oldu nətər. Yapıncı oldu. 700 bal çoban. Tərlan, sən necə oldun Qorib Azər? Balaca Seyirli razmer. xalatdır bax, keçmişə də gedərsən, gələcəkdə. Yaman İsmail. Bəs bu zarafatı da dəyərləndirin də. Və bu arada dostlar, bizim burada olmağımızın səbəbi kimdir? Aviasiz.az. Aviasiz.az gəzinti üçün. İndi İsmail nədir? Tərlan paltar alır deyə mən deyəsi oldum. Əynimdəki paltar 150 min sum, bizim pulundan 21 manat. Başımdakı papaq da 70 min idi. 70 min də bizim pulla hardasa 5 manat zat. Hardasa 5 manat. Belə bir 26 manata bir özbək oldum. Rəhmət. Dostlar, deməli Özbəkistanın Otel Özbəkistan. Hotel Kaliforniya. Hotel Özbəkistan. Welcome to the Hotel Özbəkistan. İnturist mehmanxanası. Quşun yaşlı kişilərə qondu. Bunu sənə elə buradakı Özbəkistan. Xazeyka demişdi. Amma çox gözəldir. Çox zordur. Bu açılan kitab formasında dizayn olunubmuş. Çox da açığı Tam açılmayıb. Bu açılmayıb. siqaret çəkməyən, siqaret çəkən belə bir bölünmə var Hə, orada. elə bir bölünmə var. Bir tərəfini təmizləyir. Siqaret çəkənlər də yaman çox. Gözəl, yaman zarafat elədik, getdik. Gəldik hara? Yapış divara. Gəldik Əmir Teymur meydanına dostlar. Orada gördüyünüz Əmir Teymurdur. Yıldırım Beyazıt'ın selamı var. Tutuk. Hə, Bəyazitlə Teymurun görüşü. Görüşü zarafatsız. Bəs niyə Beyazıt belə eləmişdin? Yamansan Tərlan. Tarix Dəhşət məlumatı. Tərlan. Möhtəşəm Tərlan. Bəyazit yaman qorxur ha Əmir Teymurdan. Hə, bəzi muscle memory. Əmir Teymur. Əmir Teymur heykəli və xiyabanı Özbəkistan Respublikasının 1-ci prezidenti İslam Kərimovun təşəbbüsü və layihəsi əsasında 1990-cı ildə salınıb. Bura haqqında indi məlumat verəcəm. Deməli burada ilk dəfə bu meydanda bir dənə Rus generalın heykəli olub. Bu eləyir Çar dövründə hardasa. Ondan sonra o Rus generalın heykəlini söküblər. Bura eləyiblər. Nəsə bolşeviklər nəsə burada yenə yəqin əl-məl belə bir şey ediblər. Elə bir meydan ediblər. Sonra Stalin dövründə Stalinin heykəli qoyulub bura. Sonra Stalin heykəli ortada sökülüb. Bir də müstəqillik dövründə burada Əmir Teymurun heykəli qoyulub. Belə bir karmalarla dolu bir parkdır. Tərlan. Haycan. Dəhşət məlumat verir. Dəhşət məlumat. Yaman Tarix Tərlan. bilgisi məni qoymur. Yatmağa qoymur, sən. Yatmağa qoymur həqiqətən. Feride. Dostlar, Navruz bayramınız mübarək olsun. Şöhrət də buradadır, Şöhrət oxuyur. Bu yəqin ki, dəli bir müğənnidir ki, çıxıb bugün bura. Səsi də yamandır. Assalamu alaikum aziz yurtdoshlar, vatandoshlar, muxlislar.
So bu qədər. Eləmir, səfər. Özbəkistanın Novruz bundan ibarət imiş. Eləmir, səfər də eləmir. Yalayıram. Özbəkistanda Novruz bundan ibarət imiş. Şöyle baxdıq sordu. Tonqal yox, bir şey yox. Şok. Yəni ki alqışlarınızla. Şok. Burada bir sürpriz alətlə qarşılaşdıq. İndi onu sizə göstərmək istəyirəm. Boks aparatı. Fərid, zarfasız kurtkan yamandır. Mənim kurtkam deyil, qardaşımın, Ramin qardaşımın kurtkasıdır bu öz yerində. İkincisi ki, biz oturmuşuq harda? Safiya. Safiya Cafe Bakery. Bura gəlsəz. Bu əvvəlcə logosunu göstərim. Yes. Bu dünən də sən açmışdın, nə bilə, cıra açırsan, nə sən bunu? Yox, keçdi də öcü. Mən açım. Mümkün deyil. Turbuçka. Uzbekski torba. Dadı çox möhtəşəmdir və bunu kim seçib? Təbii Bəyazı ki, Təkbərsoy. şirniyyat professoru Bəyazı Təkbərsoy. Ay belə, nə qədər komik deyiləm. Eləmədi. Söz söyüldü. Qıdaya nə qədər bağlıyıq? Qızla danışanda. İçi dolu krem. Dostlar, qəşqət bir şeydir. Assalamu alaikum. Aleyküm salam. Hayır, Ramazan hayır mübarək olsun. Özbək plovu hara gedək? Yaxşı özbək plovu, çayxana plov. 5 qazan. Qəşəng. Dostlar, möhtəşəm bir experience hal-hazırda gəlmişik. Möhtəşəm bir təcrübə yaşayacağıq. 5 qazanda indi möhtəşəm özbək aşını yeyəcəyik. Özbək aşına burada çayxana plovu Aş deyirlər. Lazer düyüsü ilə hazırlanır. Lazer büyüsü ilə hazırlanır. Ət və müxtəlif şeylər olur. Acıq. Çox acıq. Yeməmişik, nə möhtəşəm. Bu arada bu məlumat da verim. Qoy nəfsdə Özbəklər görən. mədəyə aşqazandır. Özbəklər mədəyə türk də deyir. Dostlar, aş gördüyünüz bu böyük qazanlarda bişirilir. 5 qozon. Neçə dənə qazan var bəs burada? 1, 2, 3, 4, 5. Doğrudan da 5 dənə, 6 qazanmış. Yaman da görünür ha. Yağlıdır biraz amma yaman görünür. Məncə o yağında da elə qəşənglik. Baş qazanda oradadır. Starship. Nədirsə baş qazanda o cür. Sifarişlərimiz gəldi. Yəni bir şey deyim ki, bizim menyudan yemək seçməyimiz daha çox vaxt almışdı. Həqiqətən də 1 dəqiqə oldu yarım sifariş gəldi. Onu deyirəm də sifariş menyu seçməyimiz daha uzun çəkdi. Çox qəşəngdir. Əlaqə qurasız deyə deyirəm, Bakıdakı 50 qəpik məntiqindədir. Nə yox? Öz şəbəkələri var. Ən yaxşısını burada yeyə bilərsiniz. Yedik zordur. Bəyaz nə fikirləşsən? Eyvallah. Ətdə ellərini korkaq alışdırmayıblar. Alabildiyincə ət var və məncə bu gözəl bir Bura özünü bir siz nə adlandırır? Orta Asiyanın aş mərkəzi. 5 qazanda baxın gördüyünüz formada aşlar hazırlanır. İnanılmaz yağlıdır, inanılmaz yağlı. Baxın yağın içində yuyurlar şeyləri. Bu formada böyük qazanlarda gün ərzində bişirilir. O bir tərəfə keçək, o bir tərəfdə biz müxtəlif burada heç nə yox imiş. Bu bişmə mərhələsidir. Hə, bu bişmə mərhələsidir. Bişəndə belə olur. Və bunun içində var noxud, borano olacaq yəqin ki, kök, belə müxtəlif şeylər. Orada düyü dəmlənir, yaman dəmlənir amma düyünün dəmləmə prosesinə baxmayalım. Baxın, burada düyünü çimizdirirlər konkret. Düyünü yağla çimizdirirlər. Möhtəşəm Özbəkistan səfərimiz davam edir dostlar. Möhtəşəm bir vlog sizi gözləyir. Bu dəqiqə inanılmaz ürəyim bulandı. Həqiqətən bu qədər yağlı. Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarımadan düşəndə, boğar ayları illər məni, qınamasın ellər məni. Şap. Bəs Tərlan, biz nə görəcək bugün burada? Biz bugün burada möhtəşəm bir Şahzad bəylə möhtəşəm tura başlayırıq. Biz buranı çəkən ilk vlog Yenə yalan dedi, nəysə onlara İddialı danışırsan, İslam mədəniyyətinin həqiqətən də şahı, qızıl nümunələrinin olduğu bir ölkədir Özbəkistan. Əgər görmək istəyirsə, yox ümumiyyətlə də həqiqətən. Bunun da səbəbi Əmir Teymurdur. Əmir Teymur vaxtı ilə Əmir Teymuru öpürük. Salam Əmir Teymur vaxtı ilə bütün belə deyim də fəth etdiyi torpaqlardan alimləri, alim üləmaları, sənətkarların hamısını Səmərqəndə göndərib, hamısını bu ərazilərə göndərib. Qeyd edim ki, Ənvər Paşa da bu torpaqlarda Xivə, Buxara ərazisində döyüşüb. Onda bir şeir partlat. Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradın şəmi yanmazmı? Bir nə deyim, ey müsəlmanlar,
Bugün ol yarı pünhan ayrılır. Ağlamayım neyniyim, çün gövdədən can ayrılır. Gözəl. İslami Sivilizasiya Muzeyində görünə tapdıq Hədiyyən Dəvənin köhnə versiyası heykəli. 2 ürgüclü, orta Asiya dəvələri 2 ürgüclü olur. 2 fazalı texnologiya. 2 fazalı texnologiyalar. Fərqanənin hökmdarı var. Yəni Fərqanə Özbəkistan ərazisində yerləşir və qızıl yataqlarla məşhurdur. Oranın hökmdarı Yabqu Türk xaqan. Gördüyünüz kimi 7-ci əsrdə Türk adı 7-ci əsrdən etibarən yazılı mənbələrdə görməyə başlayırıq. Qərbi Türk xaqanı Pardu xaqan var. Qərbi Türkdə yəqin ki bu söhbət gedir Xəzərin digər tərəfi, Azərbaycan tərəfi yox, digər tərəfi olan. Biz bu arada bunları danışırıq və yaxud rəqəmlər, astronomiya falan belə şeylər İslam dünyasında, şərqdə bunlar baş verərkən qərbdə çox ağır belə deyim də Götdəni yumurdular. Yox, gəldi yenə orada. 11-ci, 12-ci əsr, yəni birincisi yenə yumurdular. Vaxtlarını keçdim. Həmin dövrdə elm adını orada heç nə yox idi, heç nə. Dostlar, möhtəşəm bir şey, Əmir Teymur burada Azərbaycan dilində danışır. Mən Böyük Turanın hökmdarı, Türkistanın əmiri Teymur Kürəgənəm. Hacı Zeynalabdin Tağıyev. Olmadığı masa yox ya. Bunu niyə bura vurublar ki? Heç bir açıqlama da qoymayıblar. Onda Zeynalabdin deyil ya, qardaş. Prosta kim olduğu da bəlli deyil. Burada belə bir şey öyrəndik. Deməli, Özbəklər də tutsun bizim kimi xanlıqlar dövründən keçiblər. Və məsələn, Əmir Alim xan, Əmir Əbdullah xan, bu gördüyünüz elə bir ki şeydir də. Bunlar xanlıqlar amma yaman uzun çəkib xanlıqlar bunlarda. 44-cü ilə kimi xanlıq olar ha. Bunlar 44-də bir dəqiqə deyən Sovetlər onu bəs. Hə, bu öldüyü vaxtda. Hə. Xanlıqlar amma uzun yaşayır. Sovetlər onu. Yenə də bizdə ölən Pənahəli xan 44-də ölməyib də. Mangitlar deyirlər bunlar. Mangitlər dövründə bu maraqlı məlumatı verək dostlar. Deməli, burada gördüyünüz Hacı Zeynalabdin Tağıyevdir. Hacı Zeynalabdin Tağıyevin döşündəki nişanlardan bəzilərini Buxara əmirləri verib ona. Tarix kitablarında bu məlumatları oxumursunuz, amma altı qara pişiklə bizdə deyirsiniz o savat mavat. Alın sizə bilgi. Wikipediyada tapılmayan bir bilgi. Sıçtıram. Bəs vurasan qaymadan nə var? Yox da, yox. Fərid, ağlı gördün, içəridə yük var idi. Yox, orada. Hə, içəridə yük var idi. Qədim ənənəmiz imiş yük. Deməli, belə çıxır ki, Özbəklər Qarabağlıdır. Oradakı şeylər var, orada bizim evdə nağd 2 dənəsi var. Hə, qardaş, bunlar konkret Özbəklər Qarabağlıdır. Seri üretimdir. Onda bizim nəsil Özbəkdir. Özbəkistanda bir Özbək qardaşla tanış olduq. Abi adın nədir? Zufar benim adım. Zufar. Selamünaleyküm Zufar. Zufar bizə xəyalında olduğumuz maşının içini göstərəcək. Bu onun maşınıdır. Gel göstereceğim. Gel sana göstereyim. Bunun ismi Damas. Bunda 6 CD ne böyle? Oturmaq olar, mən olar oturum. Otur. Bunun arabası. Zor de, çox qəşəngdir. Geniş də özü içi. Mexanikadır. Mekanik ha. Evet mekanik bu. 6 orunluqlu. Arkada da var, hə, oturacaq. Arkada da var ha. Arkada Gözəldir. Deməli biz kamera açılmazdan əvvəl xeyli söhbət elədik. Nə idi adın? Adı nə idi? Zufar. Zafar. Zəfər. Zəfər. Hə, Zəfər. Bəyazid, Ha, Bayazid. Özbək Bəyazid. Özbek Beyaz. Özbək İsmail, Özbek İsmail. Tacik Tərlan, Tacik Terlan. İranlı Fərid. İranlı Fərid. Fars. Bu arada bu bənzətmələri Zəfər özü bizə elədi. Bizə Özbək dedi, Tərlana Tacik, Fəridə də Fars. Neden onu dedim? Çünkü bu Özbek'e benziyor. Özbek'e. Bu da Özbek'e benziyor İsmail. Bu aynı Tacik. Aynı Tacik da. Bir də abi Dəli Kurtlar Vadisi. Kurtlar Vadisi həvəskarıdır. Lazya. Lazya Karahanlı. İskender Büyük. İskəndər Büyük. Ondan sonra Yine Polat Alemdar. Polat Alemdar. Nimati Abdülhay. Nimati Bozbaz. Güller Xan. Ha. Bəs bir dənə sual. Dərya. Derya. Dəryanın yanına üzün güldü. Bir dənə soru soracağım. Çakır hangi bölümdə öldü? Çakır. 38 miydi? Yok. 40. Yaxınlaşdın. 42 yok. 43. 43. Kaçta vuruldu? Ne oldu? Çakır'ın kocasını, hatınının singlisi. Ne dedi? Təstərə Necmi. Tester Necmi sebepli. Halit Atası. olurdu Halit. Halit 5 kurşun ne olurdu onu? 5 kurşun. Bəli. Abi sən Dəryanı hatırlamadın. Çakırın bacısı. Bacısı der ya. Elif mi Dərya mı? Elif U tek. Hə.
Ölüm dedi. Ne dedi? Gülüm, Ha, ha. Polat Alemdar'ın büyük sözü var da. Bəs Azərbaycandan nə bilirsən? Azərbaycan haqqında nə bilirsən? Azərbaycan haqqında çox iyi. Azərbaycan yaxşı. Biz Arşın Malay kinosunu görgənmiz. Arşın olan qəşəng. Başqa? Mən yaşlığımda görgənəm Arşın Hə, Malay uşaq kinosunu. vaxtı. Ha. Kaç yaşın var? Ben 30 yaşdamı? 30. 30? Sən yenə böyüksən bəz amma. Neçə yaş verirsən? Bu yaş qaldı bir 25 mi? 20? 25. 33. 33 benden büyük. Benden büyük. Azərbaycan haqqında nə bilirsən? Azərbaycan. Başqa. Arşın Malalan başqa. Biz kardeşliğimizi biliyoruz. Qardaşız. Azərbaycan. Hamımız Özbek, türkük. Türkük. Hamımız türkük. Eskiden Türkiye milletli bölgen. Bəli. Azərbaycan, Göktürklər, Göktürkler, Osmanlılar davrından bəli. Axunlar, Eftalitlar. Abi biz gidiyoruz. Senden son bir ricamız var. Kameraya bakarak Özbekler Türktür söyleyebilir misin? Özbekler Türktür. Sallarım. Sağ ol abi. Memnun oldum. Burada bir dənə Azərin çatışmır. Sağ ol abi. Görüşərik. Sağ ol abi. Sən? Bilmirik, amma Qatar muzeyinə gəldik. Demir yolu. Hə, dəmir yolu muzeyinə. Yoxdur ki? Salam dostlar, Daşkənddən 4 saat yarımlıq hardasa, 4 saatlıq bir qatar yolculuğunun ardından Registana gəldik. Bura həqiqətən də möhtəşəm yerlərdir, belə inanılmaz əzəmətli. Buralar memarlıq üslubu demək olar ki, eynidir. Hər birində bu bir tərəfdə də. Bəs sən xodlandırmaq istəyirsən bunu? Hara gülüb beyri? Deməli, bura Bibi xanım məscididir. Çox gözəl, belə sülh dolu bir sakitliyi var. فخل جماعة فخل خلوا فخل kaç fıra yana filan Görün Tərlan buradadır. Qeyd edelim ki, bu arada dünyanın ən böyük Quranlarından biri burada. Buradadır, indi onu sizə göstərəcəm. Vlogumuzun məlumatlandırıcı hissəsi davam edir. Dəftərini daş gətirəm. Gel yeke eşek. Atam mənim. Eşək səni, ver. Ay, yekə eşək. Xəttə sayılır. Yok. Gəl oyunun ortasına şey. Yox, Yox da, yox, yox, biri yox, ata yox. bilmirsiniz. Oynayaq bunu axıra qədər. Oynayaq Birden da başla, maraqlı biri at kadrlar görək. görək. Yeke eşek. Xarabdır ya. Görək bu yekə eşəklə yeyəcək. Ver birini mən atım. Ver. Yo, yo, sən uzaq dur. Gəlmə mənim canlıma. Aha. Elə bir dənə eləyib götürəcəm də. Mən də onu deyirəm də. Yox, getmirsən axıra. Axıra qədər gedirdi. Bence yok. Daha belə eləyirəm. Yox. Salam. Adınız nə? İsminiz nə? Xalican. Xalil. Türkiyə. Azərbaycan. Azərbaycan. Siz nereli? Aleyküm əssalam. Siz nereli? Kazak. Kazak? Ha, memnun oldum. Çocuğun ismi ne? Uşağın ismi? Haq Nazar. Halk Nazar. Halk Nazar. Halk Nazar. Salam Halk Nazar. Salam. Videoga privetdən. Salam Halk Nazar. Ne oldu? Bu ne? Ay be. Deməli Bəyazit bura gəlmədi çünki Bəyazit Teymurun ölüsündən də qorxur. Bildiniz də tarixi zarafat elədim. Gözəl minarədə qoyum bir dənə çəkimi. Çəkim bir dənə buranı. Ya yaxınlaşdırmaq yox da, o birisi nə idi? Qızla danışanda, qızla danışanda. Qızla danışanda. Bu daş ata bilmir hələ. Yaxşı, Dayandı. oyna, oyna, oyna. Yaxşı 7'ye atın. Hə, bitsin. Onda atıram 4-ə. 5 olsun. Qoyayım 5-dən götür. Get. Aya bastın Bastın 7-yə basmısan, deyir basmadan. Teymurla bağlı, bu məqbərə ilə bağlı başqa bir şey deyim. Deməli, rəvayətlərə görə
1941-ci ildir, yoxsa nəsə də Sovet dövründə Teymurun qəbrini açmaq istəyirlər və yerli belə deyim də buradakı bilir kişilər bunun düzgün olmayacağını deyirlər. Çünki böyük bir hökmdarın qəbri açılanda böyük bir müharibə başlayır. Belə bir inanc var imiş. Və nə təsadüfdür ki, Teymurun qəbri açılır. Teymurun qəbri açılandan 9 saat sonra Hitler SSR-yə müharibə elan edir. Bilmirəm nə dərəcədə doğrudur. Amma belə bir məlumat oxumuşdum. İstədim bunu sizlə də bölüşüm. Gedin istəyirsə araşdırın. Mən də eşitmişəm, məndən demək. Sizdən də gedib araşdırıb dəqiqləşdirmək. Mən atıram da məlumatı. Mən atdım. Sizə gözəl bir məlumat atdım. Siz də onu araşdırın, amma məncə belədir. Mən düşünürəm ki, belədir. Sayın bezmenler lütfen açar mısınız kapıyı? Bəzi uşaqların bileti var. Bəlkə gələcək gəl. Bəli, Araz bəy. Oo, Nazur. Uşaqlar təqdimat eləyir bizə bayaqdan. Aha. Please don't touch this. Okay. Burada işçi uşaqlar var onda. Bas da bas, hər şeyə bas. This is Nation. rights of. Okay. Ha, sorry. Okay. Thank you. Bura əməlli başlı Their lights, işlək bir yer imiş. Skotlar, zadlar. Nəysə, çıxaq onda buradan. Sağ olun. Bunda fırladak ki. Ha, fırlat ki, birdən gedək. Deməli, burada bir küçə var, uzun bir küçədir. Ətrafı tarixi abidələrlə doludur. Registan adlanır bura. Burada bir kafedə əyləşdim, belə bardaş qurub otura bildiyim bir yerdir, yəni görmə edə bilərəm. Sorry. Belə bardaş qurub oturursan və belə çayı belə kasada verirlər. Burada direkt kasada gətirirlər. Özbək baxlavası deyə bir şey var. Bizim baxlavaya çox oxşuyur. İçində desən kişmiş var, üstündə də küncüt var. Qalan amma əsas etibarilə oxşuyur. Bir də üst qabığı çox qalındır. Yəni bizimki ilə bu qardaşdır. Məsələn, Türk baxlavasından Azərbaycan baxlavası qardaş deyil, amma Özbək baxlavasından Azərbaycan baxlavası qardaşdır. Yarda kontur oynayır bəziyəcə. O eynidir bayaqki ilə, boş ver. Bunlar şeydir, Gəncəyə gedənlərdir. Ay, qaldım emə. Zarfas bəzi qaralar yaman gərgindir. Qaralar 100%. Yaman gərgindir. Ölümə gedirmişlər bunlar. Emblemə var elə, bu emblemə var. O deməkdir ki, dallımızı dağıdacam. Əgər an Türk-i Şirazi beydəst arəd dilə mara, bixali hindu yaş bəxşəm, Səmərqənd o Buxara. Deyir ki, əgər o Şirazlı Türk gözəl mənim könlümü alsa, onun üzündəki bir xala Səmərqənddən Buxaranı verərəm. Belə bir şeirdir. Əmir Teymur bunu eşidir və ona deyir ki, mən bu şəhərləri qılıncla fəth eləmişəm ki, sən ona hansısa gözələ qurban, gözəlin xalına qurban verəsən. Hafiz Şirazi də ona deyir ki, bəs mən çox səxavətli olduğum üçün elə bu gündəyəm, kasıbam. Nəsə belə bir tema idi, istədim bunu da. Onlar da yəni, indi oradan dedik də. Möhtəşəm əmək, dəhşət məlumatlar var məndə. Bunu bu arada atamdan eşitmişəm. Amma şeiri axtarış elədim, məcbur, orijinalına baxmaq üçün. Təxmini bilirdim ki, bir xala Səmərqəndlə Buxaranı qurban vermək. İndi daha yaxşı başa düşdüm. Səmərqəndi Buxaranı qurban vermək deyəndə Hafiz Şirazi tam olaraq nəyə nəzərdə tutulmuş. Bu arada qeyd edeyim ki, Səmərqənd İslam dünyasının mədəni paytaxtı sayılır. Bu məlumatı da alın. Başqa sənə deyim. Hələ ki bu qədər. Bura Poliklinika girişi. Это что такое? Анализ. Это что такое? Qoy. Atışma var. Dostlar, buranı özüm axıra saxladım. Çünki yerli əhalidən, mahalli aholidən öyrəndim ki, buranın gecə görüntüsü çox gözəl olur və sizə hal-hazırda onu göstərmək istəyirəm. Həqiqətən də gözəl görüntülərdir. Mən çox bəyəndim. Səmərqəndi bir gündə gəzib qutara bilərsiniz. Hətta gəzdiyiniz yerin gəlib axşam görüntüsünü də görə bilərsiniz. Maraqlı memarlıq nümunələri var.
Janr olaraq bir-birinə çox yaxındır həmin o memarlıq nümunələri. Amma yenə də hamısı dəyərli məncə abidələrdə, hətta bu ərazi ümumiyyətlə müəyyən bir ərazidir, ora UNESCO-nun mədəni irsinə nəsə düşüb. Böyük ehtimal ki, vlogu burada, yəni mənə aid hissəni hal-hazırda burada yekunlaşdırıram. Ola bilər ki, bir-iki dənə maraqlı nəsə görsəm, onları çəkərəm. Belə, sağ olun, əzizə yaxşı baxın. Mənlə tarixi, mədəni, ümumiyyətlə də, yəni nə lazım olsa əlaqəyə keçə bilərsiniz. Hər şey bilmirəm, amma hər şeyi öyrənməyə hazıram. Öyrəndiklərimi də paylaşmağa hazıram. Çox sağ olun izlədiyiniz üçün. Möhtəşəm bir şəhər, möhtəşəm bir təcrübə. Yaşasın Səmərqənd. Aşağı şara. Görək İsmail ödül oyununda düşə biləcəkmi? Hoppa. Qəşəng. Ünlülər komandası partladır da nə qadan alın. Az qalan unuturdum, belə bir sonluq.